Allah Teala Quran-ı Kerimdə mübarək İnfitar surəsinin 11-ci və 12-ci ayəsində buyurur ki: "Və inna aleykum lahafizin." Unutmayın, bunu yadınızda saxlayın ki, doğrudan da sizin bütün etdiklərinizi qeydə alan var. Kiramen katibin ya'lemune ma tef'elun. Buyurur ki, sizin sağ və sol çiyinlərinizdə mələklər var. Kiramen katibin, onların işləri, vəzifələri sizin bütün etdiklərinizi yazmaq və qeydə almaqdır. Allah bir daha bizə xatırladır ki, bax ha, diqqətli ol. Bəzən görürsən ki, indi hər yerə kamera quraşdırılıb da, bilirsiniz, məscidlərimizdə də ora baxırsan, bura baxırsan, hər tərəfdən bir kamera quraşdırıblar. Məsələn, dükan bazarda da quraşdırılması bir yana, girəcək qapıya görsən, böyük hərflərlə, şriftlərlə yazıblar, kamera çəkir ha, istəyir biraz da səni uyarlasın ki, birdən yadından çıxarsa, işləmirsə, biləsən, bu neynəsin? İndi çəkirhanı deməklə kimə nə xəbər, kimə bir mesaj, yəqin ki, hər kəs öz lazımı məsələsini burada alır və özünə lazım olan məsələni götürür. Uca Rəbbimiz xatırlatma edir ki, və inna aleykum lahafizin kiramen katibine ya'lemune ma tef'elun. Unutmayın, sizin bütün etdiklərinizi qeydə alan mələklər var. Sizin bütün etdiklərinizdən onlar xəbərdardır, qeyd olunur, yazılır. Ona görə daima tövsiyə olunan budur ki, hakim uca Rəbbimizdir və daima bütün etdiklərimizə də şahid elə o özüdür. Mən bir olmuş hadisə xütbələrin birində səhv etməsəm bunu danışmışdım, amma mövzumuzla uyğun olduğu üçün mən bir daha bunu təkrar söyləməyi özümə borc bildim. Demək, tarixdə yazırlar, Əbu Həmzə Sümali, İmam Zeynül Abidindən, 4-cü imamımızdan bu hədisi nəql edir. Həzrətin ən yaxın sirdaşlarından, dostlarından, səhabələrindən olub. Hətta Məfatül Cinan əsərində, mərhum Şeyx Əbbas-ı Qumminin əsərlərindəndir. Orada Əbu Həmzə Sümali duası var. Çox ibrətamiz, hikmətli, dəyərli, qiymətli kəlamlar o duada qeyd olunub. İmam Zeynül Abidin, 4-cü imamımızdan bu danışdığım hadisəni Əbu Həmzə Sümali nəql edir. Həzrət buyurur ki, bir kişi bir xanımı ilə gəmidə səyahətə çıxırlar, bir yerə getmək istədikdə, hava şəraitinin kəskin dəyişməsi nəticəsində orada dənizdə ləpələrin daha yüksəlməsi nəticəsində gəmi yararsız vəziyyətə düşür və o fırtınada kişi dünyasını dəyişir, xanım bir taxta parçasının üstünə özünü ataraq ləpə döyə-döyə sahilə çıxır və bir yerə çıxdıqda təbii ki, kişi ilə xanım o məsələlərdə biraz fərqlidir, çox narahat olur. Ətrafda bir kəsi görmədikdə və tanımadığı bir yerə çatdıqda çox narahat olur. Burada, bu cəzirədə, bu adada bir quldur, yol kəsən, hər yerdə, dünyanın hər yerində belə insanlar mövcuddur. Bu xanımı kimsəsiz və tək tənha gördükdə yaxınlaşır və xanım çox narahat olur bunun bu yaxınlaşmasından və belə bir halda kimsəsiz bu cəzirədə, adada
bir qadının olmasından bu təəccüblənir və təəccübündən dolayı bu yol kəsən quldur, bu təriq rahizən deyərlər, yol kəsən. Soruşur, deyirsən, cin tayfasındansan, yoxsa insanlardansan, bir anlıq təəccüb eləyir ki, tək qadın bu vaxt bu cəzirədə, adada, deyir, mən insanlardanam, cinlərdən deyiləm. Və başına gələn hadisəni danışır ki, yoldaşımla gəmi ilə biz çıxdıq, belə fırtınaya düşdük, yoldaşım dünyasını dəyişdi, mən bir taxta parçası ilə kənara, sahilə doğru çıxdım. O pis insan daima öz pisliyini etməyə çalışır və şəriət bəyənməyən, xilaf şər, xoşa gəlməyən bir iş görmək istəyir. Amma yaxınlaşanda görür ki, o təşbih bu cürdür, imamın kəlamında var. Necə ağacın yarpağı ağacda əsər, görsən biraz hava olanda, külək olanda ağacın yarpağı əsər. Bu qadın, bu xanım, bunun bu çirkin niyyətini anladığından o ağacda yarpağın əsdiyi təki əsməyə başlayır. Və bu təəccüb eləyir, deyir, nədən bu haldasan? Üzünü səmaya doğru tutaraq, deyir, mən uca Rəbbimdən həya edirəm. Rəbbim bizi görə-görə, baxa-baxa, biz günah mı edək? Bu bir anlıq bəzən elə səhnələr olur, elə sözlər olur. Sanki insanı neyniyir? Qəflətdən, qəflət yuxusundan ayıldır. Və bu buna dəvət edir ki, uca Rəbbimiz bu əməli haram etmiş, bizlər üçün günahdır, tövbə qapısı qoymuş, tövbə ilə uca Rəbbimiz səni bağışlayar deyə, burada sanki bunun bu hərəkətindən, qəflət yuxusundan oyanaraq peşmançılıq hissi keçirir və xanımdan uzaqlaşaraq o hadisə, onun o cür əsməsi, narahat olması bunda iz qoyaraq Rəbbim məni bağışla deyərək, mən bu vaxta qədər nə qədər günah etmişəm deyə peşmançılıq hissi keçirir və biraz kənarlaşanda bir rahiblə qarşılaşır və salamlaşır. Söhbət əsnasında hava isti olduğundan rahib deyir ki, kaş bir bulud olaydı, başımızın üstündə sayə salaydı, gedəydik buludun arxasında. Söhbətdir, bəzən insan söhbət anında belə şeylər də edər, deyər. Deyirsən, dua ilə rahib bu tam hələ tanımır kim və hadisədən də xəbərsizdir. Deyir, dua ilə Allah sənin səsi eşidər, bir bulud göndərər. Bu rahibə deyir ki, mən hara, dua eləmək hara, mən çox günahkaram, mənim üzüm gəlmir Allahdan bir şey istəməyə. O qədər çirkin əməllər eləmişəm, pis əməllər eləmişəm, mənim üzüm gəlmir Allaha deyən bunu elə. Rahib deyir, onda mən dua eləyim, sən amin de. Deyir, yaxşı. Rahib dua eləyir, bu cavan amin deyir. Biraz keçirlər, söhbət əsnasında görürlər başlarının üzərində bir bulud, həmin buludun sayəsi nəticəsində, kölgəsi nəticəsində bunlar hərəkət edir. Rahib deyir, gördün Allah mən duamı eşitdi, mən dua elədim, Allah da başımızın üstündə bulud. Bu cavan tövbəkar deyir ki, elə Allah sənin dua eşitməlidir, sən rahibsən, illərlə ömrü Allaha həsr eləmişsən. Mən axı günahkar, əli boş, üzü qarə, mən hara, mənim duamı eşitməsi hara? Gəlirlər iki yol ayrıcına. Rahib bir səmtə, bu tövbəkar cavan bir istiqamətə. Biraz kənarlaşanda rahib baxır, görür ki, bulud bunun başının üstündə yox, o cavanın başı üstündə. Geri qayıdır. Deyir, ayaq saxla, de görüm sən kimsən? Deyir, axı mən dedim bir günahkaram,
Dedi, yox. Gafarallah leke ma mezahisu dakalel khuf, dakalekel khuf, fandur keyfe tekunu fîmâ testaqbil. İmam əleyhissalam buyurur bu hadisədə, bu rahib deyirsən, başına gələni mənə danış, de görüm, həqiqət nədir? Bu cavan başına gələn hadisəni ki, necə olmuşdu, o cür danışır. Rahib deyir ki, Allah sənin içindəki bu qorxuya görə sənin keçmiş bütün günahlarını bağışlamış. Fandur tekunu fîmâ testaqbil. Qarşıya gələn və başımıza gələnlərə bir nəzər elə. Əsl həqiqətdə mənim duam yox, sənin aminin qəbul olub. Sən amin demisən, sənin aminin qəbul olub. Ona görə belə bir deyim var. El duası niyə can atırlar, el duası eləsinlər cama? Ya dua eləyənin duası qəbul olar, ya onların içərisində bir amin deyənin amini qəbul olar. Ona görə çalışıb həm duaya, həm də aminə. Bizim qəbul olunmuş duamız kimin ağzında və ya kimin aminindədir, biz onu bilmirik.